Bağla. Baxın, Zəhra, bunları indi onlar yazırlar deyə orada soruşuram. Sənin qara paltarın var da, düzdürmü? Geyinmisən də bu zalaq, düzdür? Varındır. Almağa ehtiyac yoxdur, düzdür? Gedə bilərsən. Nuray, bura gəl. Bura gəl. Tez bura gəl. Artist eləmə. Qara paltarın, qara xoftan var da. Fakt geyinmisən də, düzdür? Hə, niyə geyinmirsən indi? Keç yervə. Bəygin almağa pul var, lakin almağa pul yoxdur. Lara, sen bura gəl. Bura gəl. Sən niyə? Benim olan işti, bugün çekim geldi. Yox, ufak varındır da. Varındır, mən. Almağa ehtiyac yoxdur. Keç yervə, gəlin qonaq. Allah'ını yapayım, Allah'ını. Boş danışmayın da, burada biz bilmirik ki, mənə deyirik. Ben Allah'ını olmuyor, kalmak demeyiz. Gayret özür. Amin gelip gelecek. Gelip gelecek. Min nəfər baxır sizə. Oylamaz, bir yağmur oldu Elis. Rəqsə uyğun olur da uşaqlar. Hər bir rəngi olmur, həm rahat olursan. Rəqsdə elastik hərəkətləri var ki, onları rahat şəkildə yerinə yetirirsən. Mən dərsi keçənəmsə mənə ehtiyac yoxdur. Burada bəzi ağıllar dırnaq arası yazır ki, siz necə edirsiniz? Mənə ehtiyac yoxdur. Bunlar tətbiq edirlərsə, ən çox bunlar oynayırlarsa, bunlar öyrənirlərsə, bunlar geyinməlidir. Bəli, müəllimə uyğun deyil. Hər yerdə məcburi şəkildə sırf rəqs paltarı ki, qara qızlar əmək başda ətəkli zatdır. Mən onları bunlardan tələb eləmirəm. İstəsəm onları da geyindirə bilərəm. Amma deyirəm qara rəngdə, heç olmasa səliqəli şəkildə görsənsin də, yəni olanınızdan falan geyinin. Hələ mən sizə açıqlama vermək məcburiyyətində də deyiləm, amma verirəm açıqlamanı. Tiplərə bax, tiplərə bax. 3500 nəfərə bir yağmur oldu. Yağmur oldu Elis. Neyse. Ekran tıkını var bir dənə. Ne kadardı? Takip etmeyenler zəhmət olmasa bir dənə takip atsın. Bu nasıl olur? Yok açıklar. Bu nasıl olmaz? Aynı kavga tıkacağım. Eşitliğim bak. Nasıl? Ay, kimi yapmıyor?